Mhm. O məncə yox idi kitabda. Ya da mənim yadıma gəlmir. Qrenlandiyanın şimalında hardasa dəniz səviyyəsinə bərabərdir. Yaxşı. Növbəti sualım odur ki, bataqlıq nədir və bataqlıqların hansı növləri var? Bataqlıqlar 2 yerə bölünürlər. Ya birinci nə olduğunu danışım. Mhm. Bataqlıq ifrat rütubətlənməsi ilə seçilir. Torf qatı da 30 sm-dən yüksək olur. Yəni minimum 30 sm olmalıdır. Biz bu ərazilərə bataqlıqlar deyirik. Və onlar 2 yerə bölünürlər. Alt bataqlıqlar və üst bataqlıqlar. Alt bataqlıqlar nədir? Alt bataqlıqlar əvvəlki, yəni keçmiş göllərin və yaxud da çay dərələrinin yerində yaranırlar və qırıntılar suları ilə qidalanırlar. Mineral tərkibli qırıntılar suları ilə daha doğrusu. Və bunun səbəbi odur ki, su keçirən süxurlar üzərində yerləşirlər və alt bataqlıqlarda torfun qalınlığı nisbətən az olur. 1 metrdən 1,5 metr arası dəyişir və meşə çöl zonalarında, meşə zonalarında yerləşirlər və yəni üzvi gübrə kimi istifadə olunur alt bataqlıqlardan. Bu da ki, biraz qurudulur və münbit əkin sahələrinə falan çevrilirlər. Üst bataqlıqlar isə daha nisbətən hamar relyefi ilə seçilir və su ayrıclarında yaranırlar. Ən çox da ki, atmosfer yağıntıları ilə qidalanırlar və onlar da ki, alt bataqlıqlardan fərqli olaraq onlar su keçirməyən süxur qatı üzərində yerləşirlər. Amma burda isə daha qalın olur torf. 6-10 metr arası dəyişir və bunlar məsələn meşə tundra, tayqa zonalarında daha çox rast gəlinir. Onlar da ki, buzlaqlar kimi vacib bir təsərrüfat əhəmiyyətinə malikdirlər. Məsələn, onların da üst bataqlıqların da sahələrini qurudurlar və ondan torf əldə edirlər və torf da ki, daha doğrusu elektrik stansiyalarında çox böyük bir əhəmiyyətə malikdir. Hətta Rusiyada Elektroqoyli şəhərləri falan da tikilib Rusiyada 1911-ci ildən bəri. Bəli. Gözəl. İndi belə bir sual verin müəllimə. Sən Avropadan Asiyanın daxili sularını ümumi şərh elə. Daha sonra xəritədən sual verəcəm. Yaxşı, müəllimə. Deməli, 1-ci Avropanın daxili suları Şimali Avropada, deməli Skandinaviya dağlarından axan çaylarda aslanlar daha çoxdur. Aslan və şəlalələr daha çoxdur. Bu da ki, əlbəttə gəmiçiliyə mənfi təsir göstərir. Qətiyyən yaxşı deyil gəmiçiliyin inkişafı üçün. Amma ağac axtarılmasından daha çox geniş istifadə olunur və suvarmada da, daha doğrusu hidroenerji ehtiyatları var və bundan da ki, Norveçli, İsveçli, Finlandiya kimi belə ölkələr yəni istifadə edirlər, onların xeyirlədir. Orta Avropada da ki, əsasən çay şəbəkəsinə ərazinin relyefi daha çox təsir göstərir. Enli dərələri var, enli dərələrdə axır burda çaylar və iqtisadi əhəmiyyəti də ki, böyükdür. Və burda il ərzində çayların səviyyəsi yüksək olur, su səviyyəsi yüksək olur. Bir də ki, sular donmur. Bu da ki, gəmiçilik məqsədi ilə yəni yaxşıdır gəmiçiliyin istifadəsi üçün, yaxşı inkişafına yaxşı şərait yaradır. Məsələn, Sena, Lara, Temzadır, Reyndir. Bunlar da ki, iri çaylardır və estuarilərində də limanlar mövcuddur. Burda qabarma vaxtı olanda da ki, məsələn, okean gəmiləri falan gəlirlər hətta bura. Burda Dunay Reyn gəmiçilik kanalı da var, hansı ki, Dunay çayı ilə Reyn çayı arasında çəkilib və Şimal dənizi ilə Qara dənizi də birləşdirir. Və burdakı hidroenerji ehtiyatlarından ən çox məsələn Fransadır 92%-dir, İsveçrədir 91%-dir, İtaliyadır 86-85%-ində istifadə edirlər və mənimsəyirlər. Sonra Cənubi Avropa. Cənubi Avropada dağlıq relyef müşahidə olunur. Bunu artıq bilirik və bu da Aralıq dənizinin iqlim tipidir. Çayın formalaşmasına Aralıq dənizinin iqlim tipi daha çox təsir eləyir. Və burada məsələn Balkandır, Pirene yarımadalarına axır məsələn Alp dağlarının yamaclarından gələn çaylar və burada da ki, hidroenerji ehtiyatları çox yaxşıdır. Mən bir dəqiqə su içim bir dənə müəllimə. Tamam.
Sonra burada Cənubi Avropanın ən böyük çaylarından misal kimi Ebrodur, Rona, Gvadiana, Pol kimi çayları misal çəkə bilərik. Bunlar da ki, böyük suvarma əhəmiyyətinə malikdirlər. Bəli. Sonra Şərqi Avropa. Şərqi Avropada isə daha çox geniş çaylardır. Yəni geniş çay dərələri var buradakı çayların və onlar sakit axırlar. Buna misal çəkə bilərik ki, Ural, Peçoro, sonra Volqa, Dnepr çaylarından misal çəkə bilərik. Və buradakı ən uzun çay da Volqa çayıdır. Hətta kaskad tikilib onun üzərində. Bu isə kaskad nədir? Kaskad da ki, ardıcıl tikilmiş su anbarlar sistemidir. Və buradakı xüsusi qurğularla gəmiçiliyə, iri gəmilərin hərəkətinə müsbət təsir edir, kömək eləyir. Və Şərqi Avropada düzənlik relyefi daha çox üstün olduğuna görə əsasən burada kanalların çəkilməsi üçün daha yaxşıdır düzənlik olduğuna görə. Məsələn, burada Volqa Baltik, Volqa Don kimi kanallar çəkilir. Sonra başqa məsələn burada göllər var idi, Avropada göllər və burada məsələn Onega-da, Venerində ən çox seçilən göllərdir ki, çünki iri göllər olduğuna görə seçilirlər. Başqa məsələn Qarda, Bodeldə var. Və buradakı Avropada göllərin daha çox əsasən axarlı olurlar, şirin sulu olurlar. Bunlar da ki, çayların rejiminin tənzimləməsinə xeyir verirlər. Skandinaviya yarımadasında məsələn burada göl çəkərlikləri var ki, hansı ki əksəriyyəti buzlaqdır və tektonik mənşəlidir. Yəni buzlaq və tektonik mənşəlidirlər. Burada Qarda var. Bu da ki, İtaliyanın ən böyük gölüdür və Alp dağlarının cənubunda yerləşir və buzlaq tektonik çəkərliyi də yerləşir. Bundan başqa bura turistlər gəlirlər çoxlu, yəni xoşlarına gəlir turistlərin falan. Turizm üçün yaxşı yerlərdir bura. Avropanın sonra amma Avropanın cənubunda isə göllər nisbətən daha azdır. Burada əsasən çayların məcralarında axmaz göllər müşahidə olunur, laqonlar müşahidə olunur. Amma Balkan yarımadasında, Apennin yarımadasında isə karst gölləri mövcuddur. Və burada da ki, yəni iqtisadiyyata da müəyyən qədər təsir göstərirlər. Asiyanı danışım. Asiyanı da danış. Sonra bir neçə sual verəcəm. Yaxşı. Asiyanın daxili sularına nə deyə bilərik? Məsələn, burada Asiya əsasən bütün iqlim qurşaqlarına yerləşdiyinə görə burada dağlar çoxdur, hündür dağlar çoxdur, geniş düzənliklər çoxdur deyə bunların hamısı bu daxili suların sisteminə böyük təsirlər göstərir. Məsələn, Şimali Asiyada Sibir çayları deyəndə isə Yenisey, Lena, Yana, Kolima kimi Indigirka, mən o çayın adı nə idi? Girka. Bəli. Indigirka kimi çaylar nəzərdə tuturuq Sibir çayları deyəndə və bu Şimali Asiyada yerləşirlər və gəlirlər Şimal Buzlu okeanına tökülürlər. Burada isə ən uzun çaylara Lenanın Ob çayını misal göstərə bilərik. Hətta Ob su toplayıcı sahəsi çox böyükdür və bol sulu olduğuna görə də seçilir. Yenisey çayı da həmçinin bol sulu olduğuna görə seçilir. Başqa burada yağış suları, qar suları da əsasən o Sibir çaylarını qidalandıran. Bir də ki, ətrafı yayda da ki, bol sulu olduqlarına görə ətrafı basırlar, yəni su basmaları müşahidə olunur. Burada su elektrik stansiyaları da tikilir hətta. Və burada Sayan Şuşenski var ki, Yenisey çayı üzərində tikilir. Başqa burada Cənub-Şərqi Asiyada Xuanxe, Yansı, Mekong çayları da var ki, onlar da yay aylarında daşırlar, həm də ki, muson yağışlarından əsasən qidalanırlar. Daşmaqlarının səbəbi yay aylarında elə budur. Başqa ən uzun çay olan Yansı çayı var burada. Qış aylarında da hətta suvarmadan istifadə olunur Cənub-Şərqi Cənubi Asiya çayları. Başqa
Tibetin şərq hissəsində Xuanxe çayı var ki, burada gil süxurlar var, çoxlu gil süxurları gətirir. Hətta Lios yaylasından da keçir Bəli. və bu gəlib Sarı dənizə tökülür. Sarı dənizin sarı olduğuna görə insanlar Sarı dəniz adı veriblər. Çünki çoxlu burada gil süxurları gətirir, tökür. Bəli. Başqa burada böyük kanal çəkilib ki, Xuanxe ilə yazısını birləşdirir. Belə müəllimə, məncə işinə qalmır. Çox işinə qalmır. İndi Avropadan 3 sual, Asiyadan da 4 sual verəcəm. Avropa 3, Asiya 4. Ob çayı hara tökülür? Ob çayı. Nə fikirləşim? Qara dənizə. Hara. Hara. Yaxşı. Hind çayı, Hind çayı. Hind çayı. Mənim o Ərəbistan dənizinə tökülür də. Amur çayı. Amur Oxot dənizinə tökülür. Xuanxe. Xuanxe. Yadıma düşmədi Xuanxe. İndicə demişdi, Sarı dənizə tökülür. Ay, hə. Aha. İndi müəlliməyə de. Rusiya ərazisində olan göllər. Rusiya ərazisində olan göllər, məsələn, Balxaş sayılır da müəllimə. Balxaş gölü, sonra başqa yox, Volqa çayıdır. Mən bir dənə bu ağlıma gəldi. Müəlliməyə bax, Ladoqa, Onega, Elton, Baskunçak, bu gölləri var. Yaxşı. Bir dənə də sual verirəm, sonra bir dənə də. Po çayı hara tökülür? Po. Po çayı, o şimal dənizinə tökülür. Po. Ora tökülmür ki. Mənim yadıma düşmür. Adriatik dənizinə. Adriatik dənizinə tökülür. Bəs Don çayı? Don çayı. O Xəzərə tökülür. İraq olsun. Mənim yadıma düşmədi. Azov dənizinə tökülür. Ay, hə, yadıma düşdü. Belə. Təşəkkür edirəm Soyal. Sağ olun. Sağ ol əzizim, Allah şəfa versin. Firuzə. Rekord eləyirəm mi? Görəsən. Salam müəlliməm. Salam Firuzə. Mənim əgər yadımda düz qalıbsa, sən bataqlıq, buzlaq, yeraltı suyu öyrənmişdin. Səndə təkcə daxili sular qalıb, hə? Bəli. Aha, buyur o zaman. Bunda birinci Avropadan danışım. Əvvəla Avropanın deməli çaylarının qidalanmasından, ondan sonra onların rejimindən, hər birinin təsərrüfatda məqsədi fərqlidir və bir-birlərindən çox fərqlənirlər. Əvvəla Şimali Avropada danışım. Bir də çaylar və gölləri sonda həmisi sual cavab edərsə, ya da mən bəzilərini misal göstərərəm ki, hansı ərazidə, hansı. Bəli, hansı ərazi hara tökülür, onu göstərsən sual cavab eləməyəcəm. Yox, göstərməsən sual verəcəm. Elə mən onu sonda fikirləşdim ki, yəni sonda eləyəm, çünki ümumi məlumat verim sonra. Onda Şimali Avropadan başlayaq. Əvvəla burada bilirik ki, Skandinaviya dağları mövcuddur və bu dağlarda astana və şəlalələr, yəni onun yolunun üstündə astana və şəlalələr olur. Hansı ki, bu çaylar Skandinaviya dağlarından axır və bu da gəmiçiliyə yəni əhəmiyyət yaratmır, belə şəraiti olmur gəmiçiliklə məşğul olmağa. Daha çox burada ağac axıdılması idi. Ondan istifadə olunurdu. Bir də bundan daha çox istifadə edən Norveç, İsveç, Finlandiya bu kimi ölkələrdir. Daha sonra Orta Avropaya keçsək, bura bilirik ki, daha çox düzənlik ərazidir və burada olan çaylar enli formada olur və mühüm əhəmiyyət kəsb edir. Həm
əkinçilikdə, həm də ki, iqtisadi baxımından. Buradan misal üçün Temza var idi, Luara var idi, Sena çay var idi. Bu kimi çayları misal göstərə bilərik. Bir də bu çaylar qabarma və çəkilməyə görə də bir-birlərindən fərqlənirlər. Başqa nə deyəcəydim? Bir də burada Dunay çayı ilə Reyn çayı arasında bir kanal mövcuddur. Bəli, Dunay, bəli. Mayın, bir də Reyn. Yəni üç ayrı Reyn, gəmiçilik. Mayın, Bəli. bəli. Bu Qara dənizlə Şimal dənizini birləşdirir və burada hidroenerji resurslarından əksər ölkələr əhəmiyyətli dərəcədə istifadə edirlər. Xüsusən Fransa 92% idi səhv eləmirəmsə, İsveçrə 91, İtaliyada isə 86% bu hidroenerji resurslarından istifadə edirdi. Daha sonra başqa nə qaldı? Bir də burada olan çaylar daha çox gəmiçiliyi inkişaf elətdirən çaylardır. Yəni daha sonra var idi ki, başqa nə deyəcəydim? Həm misalları çəkmişəm. Sonra Cənubi Avropadan danışım. Bura bilirik daha dağlıq ərazidir. Daha çox fərqlənən Balkan və Piriney yarımadalardır ki, buradan axan çayların yəni ki, həm hidroenerji ehtiyatlarından zəngindir, həm də ki, gəmiçilikdə əhəmiyyət kəsb edir. Buna misal olaraq sizə Taxo, Ebros, ondan sonra Pol çayı var idi ki, bunları misal göstərə bilərik. Daha sonra deməli Şimalını dedim, bir də tərəf qaldı. Deməli şərq hissəsində isə burada daha çox düzənliklər mövcuddur və çaylardan da misal olaraq Peçoranı misal göstərə bilərik. Ural misal göstərə bilərik. Volqa, Dnepr də bura daxildir. Daha sonra isə daha sonra isə bir də nə deyəcəyim? Kaskadlar var. Bu kaskadlar daha çox Şərqi Avropanın hansı ki az öncə çəkdiyim adını dedim, çaylar burada var. O çayların üzərində tikilib kaskadlar. Kaskad da odur ki, yəni ardıcıl formada su anbarları. Bəli. Məsəl üçün bizdə Kür çayında deyəcəyik ki, kaskad seslər var. O da elə. Bəli. Daha sonra bir də Şərqi Avropanın ən uzun çayı elə Volqadır. Daha sonra bir də bu gəmiçilik məqsədi, yəni gəmiçilik məqsədi ilə çox istifadə olunur çaylardan. Daha sonra göllərinə keçək. Gölləri burada daha çoxdur. Buna Ladoqa, Onega, Venerin, Veterin, ondan sonra aşağıdan Balaton, Cenevra, Qarda kimi gölləri misal göstərə bilərik. Və demək olar ki, göllərin əksəriyyəti axarlıdır və axarlı göllərdə bilirik ki, şirin su olur. Bir dənə çay göl istisnadır. Axarlıdırlar və şirin suludurlar və bunlar daha çox belə deyim, yəni bu səbəblər əslində çayın rejimini tənzimlənməsində çox əhəmiyyət kəsb edir. Daha sonra isə bir də nə ilə qidalanırlar onların? Buzlaq və tektonik mənşələr. Bundan sonra da deyəcəm zaten ki, misal göstərəndə həmən o çayların mənşəyi, yəni qidalandığı daha çox buzlaq və tektonik olurlar. Daha sonra isə bir də burada Alp dağları var. Bu Alp dağlarında yerləşən ölkələrdə isə turizm daha çox belə inkişaf edir. Yəni bu çayların keçidinə görə məsələn Cenevra çayı var idi. Ondan sonra çayın adı State Partisi'nin keçirildiyi adı. Siena. Bəli, bunun hər biri turizm üçün əhəmiyyətli, yəni şərait belə deyək. Daha sonra isə bir də nə Asiyaya keçmişəm, bir də onu deyim ki, burada cənub hissəsində çaylar daha azalır. Səbəb də ondadır ki, daha belə deyim də iqlim daha isti olur. Yəni quraqlıq formada olduğuna görə biz əvvəlki dərslərdə keçdik ki, karst gölləri formalaşır. Yəni karst mağaraları, karst gölləri. Daha çox Balkan və Apennin yarımadaları üçün səciyyəvidir. Bir də cənubda olanlar axmaz çaylar olur. Bir də laqum mənşələr daha çox olur. Daha sonra
Məncə Avropadan bir şey qalmadı. Asiyaya Bəli, keçim. yəni sual verəcəyim bir şey də qalmadı. İndi Asiyanı Bəli. da Aha, Zərnigar, səndən ən sonda soruşacağam, yaxşı? Ayandan sonra səndən soruşacağım dərsi. aha. Hı -hı. Deməli, Asiyada bilirik ki, ən mürəkkəb materiklərdən biridir. Və burada birinci hanısından başlayayım. Burada daha çox çayların üzərində seslərdən istifadə olunur. Belə ki, ən birinci məsələn Yenisey çay üzərində olan Sayan-Şenski sesini misal göstərə bilərik. Hansı ki, buradan alüminiumdur, ondan sonra molibdendir, bunlar çıxardılar. Bir də bu hissə daha çox Sibir hissəyə düşdüyünə görə burada daha çox çayların qidalanması qar və yağış sularının üstünü təşkil edir. Yəni bir də bu çaylar yazda daşırlar. Bu da ki, sahələrinin artmasına və azalmasına gətirib çıxarır. Yəni stabil olaraq qalmırlar. Daha sonra isə toplayıcı səthinin yəni sahəsinə görə ən böyüyü Obdur. Bolsurluğuna görə Yeniseydir. Daha sonra isə başqa iri çaylardan Amur, Yangtze, Huanghe, Mekong bu filmləri misal göstərə bilərik. Bir də ki, Amur, Yangtze, Huanghe, bir də Mekong. Amur bunları misal göstərə bilərik. Daha sonra buradan muson yağışları hissəciyə bilir. Çünki burada yay aylarında dedik ki, daşqınlar mövcud olur. Bir də əslində muson yağışlarının daxil olmasından qaynaqlanır. Daha sonra isə bir də bu çaylar qış aylarında suvarmada daha çox istifadə olunur. Daha sonra isə Yangtze çayının Asiyanın ən uzun çayıdır. Daha sonra Huanghe var idi. Huanghe çayının mənbəyi Tibet dağlarından qaynaqlanır. Huanghe ilə Yangtze'nin ikisində də yəni Tibet dağlarından yəni belə oradan qaynaqlanır. Bir də aralarındakı fərq deyəsən 1700 kilometr olmalı idi. Daha sonra bir də burada Lios yaylasından keçirdi Huanghe. Huanghe'nin Lios yaylasından keçdiyi hissədən artıq gilli suxurlar formalaşır. Bu da ki, biz bilirik ki, Huanghe gedir Sar dənizi tökür. Sar dənizinin də əslində elə rəngi də sarı olduğuna görə bu məsələ Huanghe'dən gələn həmin o gillərdir ki, dənizi sarı rəngə gətirib çıxardır və bu da yəni ki, adının qaynaqlanması buradan gəlir. Daha sonra bir də burada nəyə deyəcəkdim? Kanallar tikilir. Bir də su elektrik stansiyası deyəcəydim. 3 dərə adında su elektrik stansiyası var idi. Çində Yangtze çayı üzərində idi. Bunun həm mənfi, həm də müsbət cəhətləri var idi. Belə ki, birinci müsbətlərdən başlamalıyım. Zaten ondan azdır. Hansı bilirik bu daşqınların qarşısını almaq üçündür. Daha çox enerji, yəni ki, enerji əldə etmək üçündür, suvarma üçün əhəmiyyətlidir. Ondan sonra karbon qazının atmosferdən atılmasında kömək edir. Ondan sonra suların təmizlənməsində böyük əhəmiyyət kəsb edir. Daha sonra isə mənfi cəhətlər var idi. Mənfi cəhətləri isə arxeoloji abidələrinin hardasa 1300-ə yaxını burada batmasına gətirib çıxardır. Bir də əhali burada çoxdur və bu əhalinin də həyatı üçün təhlükəyə gətirib çıxardır. Zavodların, ondan sonra hər hansısa bir fabriklərin açılmasında da maneə yaradır ki, buradan atılan çirkli çirkli yəni nə deyim, nəysə atmosfer yəni təmizliyini pozur. Daha sonra isə bir də ən çirkli çayı dünyada
ümumi olaraq götürsək, Istiarum çayı idi ki, hansı ki İndoneziyada yerləşirdi və Tamamdır, doğru. burada əhali bu çay başqa bir su mənbəyi olmadan öncə bu çayın suyundan istifadə edir. Bu da onların orqanizmi üçün çox zərərlidir. Bəli, bəli. Daha sonra mərkəzi hissəsinə keçim. Mərkəzdə daha seyrəkdir zaten. Ən çox adını eşitdiyimiz Amdərya, Sırdərya burada var. Bir də ki, başqa nə var idi? Tarim. Deyəm axı. Bir də bunlar uca dağlıq ərazilərdən gəlirlər və daha çox bu ərazilər səhralıdır və axarsız hövzəyə malikdirlər. Daha sonra başqa nə deyim? Başqa nə bir şey qalmadı. Əslində bir dənə Ölü dəniz var idi. Bu da bilirik ki, Bəli. səviyyəsi nə qədər idi? 400 kilometr olmalı idi, yəni aşağıda. Daha sonra isə Metin aşağıdadır. burada yəni zaten qurumağa doğru gedir. Bunu nəyin deyim ki, bir də Aral dənizi var idi ki, bilirik ki, əvvəllər çox böyük olub, lakin daha sonra isə bu yəni belimdə. Bir də bu Qaraqum kanalından qaynaqlanır. Bəli, bəli. Sır dəryadan Qaraqum kanalı Bəli. çəkilib. Bunun nəticəsində də elə bil ki, o çayların suyu ora getmir. Bu da qurumasına səbəb olur. Bəli, daha çox dəvələri otlamaq üçün ora aparırlar, başqa heç bir şey yox. Daha sonra başqa nə istəyim? Elə birbaşa şey keçəkmi çaylara, göllərə, hansı ərazidə, hansı Bəli, buyur. Deməli, birinci Avropadan başlayım, çünki Avropadan danışmışdım. Deməli, burada bilirik ki, Ob çayı var. Ob Qara dənizdə tökülür. Daha sonra Volqa var, Andaman dənizinə tökülür. Digər tərəfdən bir dəqiqə Alman dedim. Dunay var idi, Qara dənizə. Dunaydır, Dnepr-dır, Dnestrdir. Bunlar Qara dənizə tökülür. Bir dənə Don Azova tökülür. O da yəni 4 dənə də olduğuna görə aid eləmişəm. Daha sonra başqa Ural var idi. Ural Xəzərə tökülür. Daha sonra Peçera var. Bir şey soruşum. Peçoranı mən oxuyanda orada Peçora dənizinin Peçora qubasına, o quba nə deməkdir orada? Ob qubası var, Peçora qubası var. O estuarinin qıf forması var. O çox böyük bir şəkildə olur və quba adlanır. Ob qubasına, əslində Qara dənizə tökülür, belə Ob qubasıdır. Peçora da Peçora dənizinə tökülür, onu Peçora qubası da adlandırırlar. Yəni estuarinin geniş formasıdır. Estuarinin daha genişlənmiş forması. Başa düşdüm. Çox sağ olun. Daha sonra tərəfi dedim. Bir də şey qaldı. Neman Odra olmalıdır. O da ki, Baltikə tökülürdü. Daha sonra bir dənə fikirləşim. Rusiyadan elə keçən çoxunu dedim məncə. Sonra Visla var idi, deyirəm axı bu tərəfdən, o bu tərəfdən isə Baltikə tökülürdü. Elba var idi, Şimal dənizinə tökülürdü. Reyn Po hara tökülürdü? Po. Necə? Po. Po Adriatikə tökülürdü. Ay, sağ ol. Laptevlər. Laptevlər. Üzr istəyirəm, Laptevlərə tökülən çaylar. Bir dəqiqə, Laptevlər tökülən çaylar. Laptevlər dənizdə. Bir dəqiqə fikirləşim, bir dəqiqə. Şey tökülür, Lena tökülür. Bəli. Lena tökülür. Yaxşı. Dəclə Fərat hara tökülür? Dəclə və Fərat. Dəclə. Necə Firuzə? Səsim gəlir. Bəli, bəli. Boğazım qıcıqlandı, su istəyim. Narahat olma.
Neyi soruşmuşsunuz bu arada? Unuttum. Recep və Fərat hara tökülür? Ha, İran. İran olmalı. Diyorum. İran körfəzinə, bəli. Sonuncu sualım, Qanq çayı hara tökülür? Qanqçay Hindli. Yəni Benqal körfəzinə daha Ay doğrusu. sağ ol. Benqal körfəzinə. Təşəkkür edirəm Firuzə. Keçirik Ayana. Ayan, səndə buzlaq, bataqlıq, bir də ki, yeraltı su var idi. Bəli, Müəlliməyə bəli. danış, qurut suyu nədir, yeraltı su və arteziyan suyu nədir? Qurut suyunu danışım. Bir də ki, Bir də arteziyan suyu nədir? Qurut suyu deməli, nədir, arteziyan suyu nə? qurut suyu həm də ki, lay arası su ilə bir yerdə yaranır. Elə bil məsələn, torpağın alt səthi laylara bölünür. Həmin o laylar arasında da ən üst təbəqə deyək də, birincisi burda qurut suları adlanır. Hətta qurut sularını nəsə belə quyu falan qazıb çıxarda bilirik həmin biz bu suları. Bəli. Həm də özləri oradan torpağın tərkibindən çıxaraq çaylara falan axa bilirlər. Həm də ki, bu qurut suları daha çox belə faydalı sular olurlar, mineral tərkibləri falan çox faydalı olur bu qurut sularının. Başqa nə deyə bilərəm? Müəlliməyə bax. Bir lay arası su var, bir də ki, qurut suyu var da. Bəli. Bəs lay arası su nədir? Lay arası su da həmin bu torpağın tərkibində laylara bölünərək su təbəqələri yaratmasıdır da. Məsələn, o su keçirməyən layların üst səviyyəsində olur. Yəni biz laylar arası suyu görə bilirik, onu çıxarda bilirik oradan. Əslən, amma qurut sularını da biz daha çox şor suları deyə bilərik, lay arasıları da elə deyə bilərik. Müəlliməyə bax. Bu qurut suyu da daha doğrusu lay arası su adından da göründüyü kimi iki belə deyək də, su Layın keçirməyən arasında olur, bəli. arasındadır. Ay sağ ol. Və yer səthinə bilirsən fəvvarə şəklində çıxır. Amma qurut suyunda yuxarıda su keçirən lay, aşağıda isə su keçirməyən lay olur və su yuxarıdan aşağı doğru süzülür. Yaxşı, müəlliməyə de görüm. Elə bil ki, kollektor və drenaj bunlar nədir? Kollektor hər ikisi mənim aparatlı qurğudur onların hər ikisi də. Prosta kollektor bu qurut sularının təzyiqini aşağı salmaq üçün istifadə olunur. Drenaj isə bunun tam tərsi kollektora qoşulur, oradan onun təzyiqini yuxarıya qaldırmaq üçün deyil də daha çox axıtmaq üçün idi. Bəli, axıtmaq üçün istifadə olunurdu. Bəli, düzdür, axıtmaq üçün istifadə olunur. Yaxşı. Dağ buzlaqları, bir də ki, örtük buzlaqlarından danış. Dağ buzlaqları ilə adından olduğu gördüyümüz kimi dağda yaranan buzlaqlardır. Dağın yuxarı hissəsində yaranır həmişə. Başqa məsələn, ən böyük dağ buzlaqları var idi. Məsələn, o da Pamir idi. Himalayın özünü deyə bilərik. Onlar da çox dağ buzlaqlarıdır və ən böyükləridir. Başqa Yaxşı, Himalaydır, Pamirdir. İndi qar xəttinin yaranma hündürlüklərini de müəlliməyə. Dağın yaranma hündürlükləri müxtəlif olur. Məsələn, orada ən birinci məsələn Alp dağlarını deyə bilərəm. O 2500 metrə qədərdən sonra yaranır. Başqa siz adlarını deyə bilərsiniz, mən bir deyim ya da başqa Ant dağları da var idi. O 4500 idi. Sonra Alpı dedim, Andı dedim. Sonra Qafqaz qaldı. Qafqazın uzunluğu 3500 metrdən 4200 metrə qədər uzana bilərdi. Bu Qafqaz dağları idi. Başqa qalmadı deyəsən, bu dağlar var idi. Bəli. İndi müəlliməyə de bataqlıq nədir və hansı növləri var?
Bataqlıqlar, alt bataqlıqlar var idi. Hı hı. Alt bataqlıqla üst bataqlıq var idi. Elə bil bataqlığın özü daha çox bitki örtüyü ilə bil məsələn hər hansısa bir bitki örtüyü başlayır orada çox uzun müddət qalmağa. Ətrafa yaydığı minerallar nəticəsində də yaş torpaq belə bil həmin o xarab olmuş elə bil bitkinin tərkibinə qatılaraq ətrafında olan sularda başlayır torpağı bataqlığa çevirməyə. Ona görə də daha çox rütubətli şəkildə olur, belə yaşıllıqlar görürük üstündə. Eee, həmin məsələn o bataqlığın yarandığı ərazidə yağıntı miqdarı həddindən artıq çox olur, rütubətli olur hava. Eee, başqa? Torpağı da elə yaşı olur, belə bunları deyə bilərik. Alt bataqlığın özündən danışım. Alt bataqlığın özü əvvəllər məsələn orda çaylarla göllər olubdu. Amma bayaq dediyim kimi tərkibində bitkilərin rütubəti sayəsində də həmin o ərazilər başlayır bataqlığa çevrilməyə. Bataqlığa çevriləndə də elə bil bu elə bil torpağın səthinə doğru alta getdiyinə görə də orada yaranır alt bataqlığı. Amma üst bataqlıq isə bu daha çox belə bil atmosferdə yaranan yağıntılara görə baş verir bu qat, alt bataqlıq. Burada da daha çox bu bataqlığın uzunluğu da 6 metrdən 10 metrə qədər gedir. Və bu üst bataqlıqlarda da təsərrüfat etmək daha yaxşıdır da. Yəni alt bataqlıqlarda heç eləmək olmur, amma üst bataqlıqlarda təsərrüfata biraz edə bilirik. Məsələn, orda təsərrüfat eləmək olurdu, bəli. Başqa bura aid nə deyə bilərəm? Başqa məncə heç nə. Yaxşı. Növbəti sualım nədir? Bataqlığı dedin, buzlağı dedin. İndi keç Avropanın çaylarına. Avropanın çaylarında məsələn şimal hissəsindən başlayım. Hı hı. Şimal hissəsi onsuz da Skandinaviya dağlarında yaranır. Orada daha çox şəlalələr mövcuddur. Başqa və həmin bu Skandinaviya dağlarında yarandığı üçün də orada daha çox ora nəqliyyat vasitələri gedə bilmir. Başqa bu ərazilərə harda yerləşdiyini deyə bilərəm. Məsələn, Norveçdə var, İsveçdə var. Bu tür bölgələrdə yerləşir. Hı hı. Və burada hidroenerji ehtiyatı çoxdur. Yəni orda Şimali fərqli Avropa təşkil hissəsində edir. bu hidroenerji hissələri çox olur. Aynen. Sonra Avropanın qərb tərəfinə idi, Orta Avropadan deyə danışa bilərəm. Orta Avropada daha çox məsələn şimalda şəlalələr mövcuddursa da, burada daha çox dərələr mövcuddur. Və buranın ərazisi iqtisadi cəhətdən çox önəmlidir. Məsələn, bizim bu tarixdə keçdiyimiz Dunaydır, Dnestrdir, Reyndir, hamısı bunların Orta Avropada yerləşir. Və ticari baxımdan da, iqtisadi baxımdan da çox önəmlidir bu Orta Avropa. Ona görə də gəmilərinə görə də üstünlük təşkil eləyir bura. Başqa bu hissəyə burada o qədər də belə ancaq gəmiçilik üstündür. Məsələn, Temzadır, Senadır, bu tür çaylar da əhatə eləyir. Dunaydır, Reyndir, bu tür dənizlərə var. Sonra bəzi məsələn ölkələr var, məsələn Fransadır, İtaliyadır. Bu elə bil bu Orta Avropanın yaxşı şeylərindən, resurslarından istifadə eləyirlər. Məsələn, Fransa deyəsən 92% idi, İtaliyada 90% burdan istifadə eləyirdi. Başqa nəyi danışım müəllimə? Ortanı dedim. Cənub qaldı deyəsən. Cənubda da Cənub Alp dağlarını əhatə eləyir. İqlimi bunun şey olurdu,
dəniz iqliminə malik idi. Dağ ərazilərdə yerləşirdi bura, o Cənubi Avropa. Məsələn, ərazi olaraq da bura axanda Po var idi, cənub hissəyə axırdı, Hara tökülür Ebro var dedik. idi. O dedik hara tökülür. Necə? O hara tökülür. Po şey demədim, Antarktis dənizi idi deyəsən. Adriatik. Bəli, Antarktik dənizi idi, ora tökülürdü. Yaxşı. Bəs Don çayı hara tökülür? Don Don çayı. Don Azova tökülürdü müəllimə. Dnepr, Dnestr, Duna, Qaradənizə tökülürdü, amma Don Azova tökülürdü. Bəli, tamamilə doğru. İndi keçirsən nəyə? Asiyaya. Asiyanınki biraz çətindir, çünki onun yerləşdiyi quruluş da biraz mürəkkəb formadadır. Burada dağlar çox hündür olur. Məsələn, suları da belə dənizlərə tökülür, digərlərində olduğu kimi. Şimal Buzlu okeana düşür bu da həmin suları. Buradan nə danışa bilərəm başqa? Töküldüyü dənizləri deyə bilərəm. Gəl belə gedək, onda mən sual verim. Müəlliməyə de görüm, Ob çayı hara tökülür? Necə? Ob çayı hara tökülür? Ob çayı. İndicə dedik də. Vay. Kara dənizinə. Bəli, Kara dənizinə. Yaxşı. Növbəti. Obu dedim. Bu hara tökülür? Sarı dənizə müəllimə. Ay, sağ ol. Amur. Amuru biz tarixdə görmüşük. Bir dənə onun yadıma salım. Müəllim, Amudərya yoxsa Amur? Amur. O Yapon dənizinə tökülürdü. Oxot dənizinə biraz daha şeydədir, şimaldadır. Yaxşı. Amudərya, Sırdərya. Şeyə tökülürdü bir dəqiqə. Dəniz olaraq Xəzər dənizinə yoxsa? Amudərya Xəzər dənizinə, İraq olsun. Yox, Arala. Aral dənizinə tökülür də. Yaxşı, bir dənə də soruşuram. Dəclə və Fərat. Dəclə və Fərat. Dəclə və Fərat. Bu deyəsən bir dəqiqə İran körfəzi idi də. Bəli. Təşəkkür edirəm. Keçirik Zənniqara. Düşünürəm Zənniqar 1, 2, 3, 4 nəfər danışdı. Bu buzlaqlar, bataqlıqlar bu hissəni öyrənmisənmi Zənniqar? Bəli, onu öyrənmişəm, amma öyrənməmişəm. Çayları mı? Göllər, çaylar hara tökülür, bəli. Tamam. Onda onun növbəti dəfə sual cavab edərəm, olarmı? Bəli. Nəyə? 2 dənə xəritə atmışam. Onda gəl eyni sualları verəcəm də. Qurut suyu nədir, arteziyan suyu nədir? Yeraltı sularda qurut suyuyla arteziyan suları yanınızda, yadıma düşdü. Qurut suyu deməli çökəkli, bir də meyli ərazilərdə olur. Bir də çaydelərində, yamaçlarda, bir dağlarda ortaya çıxır. Sonra arteziyan sular dediniz. Məsəl üçün iki dənə suya davamlı layın olur. Onların arasında yerləşən sular, yeraltı sular arteziyan suları adlanır. Bəli. Sonra
Yaxşı. Növbəti sualım. Kollektor, drenaj. Kollektor mənbə kurent suların səviyyəsini aşağı salmaq üçün istifadə olunan kanallardır. Hı hı. Drenajlar isə yeraltı suları kollektora axıtmaq üçün istifadə olunan kiçik bir kanal, necə deyim, Hı hı. texnikadır. Texnikdir. Düzdür. Yaxşı. İndi müəllim neydi? Materik buzlaqları və örtük buzlaqları nədir? Eee, Materik buzlaqlarının onlar ən çox böyük ərazilərdə əhatə edilir Hı hı. və onlar qalın olması ilə digərlərindən fərqlənirdi. Hı hı. Başqa çox adalarda falan yayılmışdı. Onu qalınlığı çox böyük idi. Nə qədər yadımdan çıxdı amma. Yəni çox deyək, onun nə qədərinə ehtiyacı yoxdur. Sadəcə mənə lazımdır ki, qar xəttinin hündürlükləri Alp dağlarında nə qədərdir? 2500. 2500. Eee, yaxşı. Bəs şeydə Alp, Cordillera and 4500, bir də 5000. eee, Cordillera'da hı hı. 5000 idi, 5000. Hı hı. Düzdür. Yaxşı. Növbəti sualım. Bunu dedik, bunu dedik. İndi müəllimə bataqlıqlardan danış. Bataklardan Bəli. bataklar mənbə yaranmasına görə müxtəlif amillərə bölünürdü. Onları sayım mən, onları demişdim. Bəli. Deməli, birincisi yağıntıların miqdarının buxarlanmadan çox olması idi. Sonra qurut suların səviyyəsi səthə yaxın yerləşməsi var idi. Sonra daimi donuşluğun olması var idi. Ondan sonra hamar relyefin zəif axımı var idi. Hı hı. Sonra çaylarda qursuluk bölünün davamlı olması mövcud idi. Sonra bataklar iki qrupa bölünürdü. Alt bataklar və üst bataklar. Alt bataklar o idi ki, keçmiş göllərin və çay dərələrin yerində yaranırdı. Onlar əsasən mineral tərkibli olurdu. Bir də şeylə qidalanırdılar, qurut suları ilə qidalanırdılar. Bəli. Buna səbəb də idi, su keçən suxuların üzərində yerləşdiyi üçün idi. Bəli. Sonra da var idi üst bataklar. Üst bataklar isə hamar relyef formasına malik idi. Əsasən atmosfer yağıntıları ilə qidalanırdı Hı hı. və şeyin üzərində formalaşırdı. Su keçirməyən suxurların qatı üzərində formalaşırdı. Düzdür. Tamamilə doğru. Yaxşı. Ümumi danışırsanmı Avropa və Asiyanın çaylarından, yoxsa növbəti dəfəyə mi qalsın hər ikisi? Növbəti dəfə daha yaxşı danışarıq. Aha, tamam. Onda qızlar, qeyd edin qrupa Şimali və Cənubi Amerikanın daxili suları bugünkü mövzumuzdur. Şimali və Cənubi Amerikanın daxili suları. Baxaq görək. Bu Şimali və Cənubi Amerikanın daxili suları nisbətən sizə Avropa, Asiyadan düşünürəm ki, daha sadə gələcək. Şimali və Cənubi Amerikanın daxili suları. Bu Cənubi Amerikadır. Bir saniyə. Şimali Amerika. Aha.
Eybi yox, birinci Cənubi Amerikadan danışım, sonra Şimali Amerikadan danışaram. Gəlin qızlar, diqqətli şəkildə baxaq. Bugün neçənci gündür? 4-cü gün. Qızlar, digər materikləri də verirəm. Afrikadan Avstraliyanın. Afrikada var, amma Avstraliyada demək olar ki, çay yoxdur. Sizə yəni o öyrənmək çox asan olacaq. İndi Cənubi Amerikanda danışanda görəcəksiniz ki, çox az bir çay var. Yəni əsas sistemi Amazon çayının nələri daxildir. Bir də növbəti dəfə fiziki coğrafiya dərsimiz növbəti həftənin 2-ci günüdür. Düşünürəm ki, ona qədər bitirə biləcəksiniz. İndi gəlin Cənubi Amerikanın daxili sularına baxaq. Gördüyünüz kimi dünyanın ən rütubətli materiki Cənubi Amerikadır və Cənubi Amerikanın əsas çay sistemi Amazon çayıdır. Amazon çayının bir sağ qolları var, bir də ki sol qolları var. Sağ qollarına Maranhão, Ucayali, Madeira, Tapajós daxildir sağ qollarına. Sol qollarına isə Rio Negro çayı daxildir və bu sağ qollarından qızlar, əgər Amazon Ucayali qolundan hesablansaydı, dünyanın ən uzun çayı olardı. Amazon əlbəttə ki, ekvatorial yağışlarla qidalanır. Ona görə də il boyu bol sulu olur və Amazon çayının özünün üzərində, əsas çayın üzərində ses yoxdur, amma qollarının üzərində var. Məsəl üçün o bilmirəm yəni bunun üzərində nə bilim liman var, Manaus limanı var Amazon çayının üzərində. Həmçinin nə bilim Piranha, Piraruca balıqları var. Sonra müxtəlif canlılar var. Bunlardan biri də ən maraqlısı anakondadır. Sonra Victoria Regia suzan bağı var. Bu da Amazonun, yəni belə deyək də üzvü aləminin də çox zəngin olmasını göstərir. Növbəti qızlar baxın, bu Parana çayıdır. Diqqətlə baxın. Görürsüz, Paragvay Parananın sağ qoludur. Paragvay çayı Parananın sağ qoludur. Amma fikir verin qızlar, Urugvay özü necə deyirlər, müstəqil bir çaydır və hər ikisi La Plata körfəzinə tökülür. Parananın mənbəyi, baxın burda, Braziliya yaylasındadır. Subekvatorial, tropik, subtropik qurşaqlarından keçir və belə deyək də, üzərində Itaipu sesi var. Bu Itaipu sesi də Braziliyadan Paragvayın sərhəddində yerləşir və bu elektriyə olan təminatın ödənilməsində böyük rolu oynayır. Bununla yanaşı Parana çayının üzərində Iguasu şəlaləsi var. Iguasu. Dünyanın ən uzun şəlaləsi isə, ən hündür şəlaləsi isə, baxın bu gördüyünüz Orinoco çayı var. Bax bu Orinoco çayının Çurun qolu üzərində yerləşən Angel şəlaləsidir ki, bunun ətraf əraziləri Kanaim adlanan milli parkda mühafizə olunur. Qızlar, 2 dənə gölü var. Birincisi, bax bu gördüyünüz Maracaibo gölüdür. Bundan neft çıxarılır və dünyanın ən şimşəkli çayı burdadır. Yəni şimşəklər var. Səbəbi odur ki, metan qazı var. Həmin metan qazı elə bil ki, yuxarı qalxır, atmosferlə toqquşur və bunun nəticəsində də metan qazı yer səthi elə bil ki, bu dediyimiz necə deyərlər, şimşək bunun nəticəsində çaxır. Bax, növbəti göl budur. Bu gölün adı da əlbəttə ki, Titicaca gölüdür. Titicaca dünyanın ən hündür dağ gölüdür ki, burada elə bil ki, Boliviya ərazisində yerləşir, Ant dağlarında. Yəni gördüyünüz kimi qızlar, yəni çox deyərdim ki, sadə bir mövzudur. İndi müəllimə Şimali Amerikanın daxili sularına baxacağam. Bu da sadədir. Çünki o qədər çox deyərdim ki, çayı, gölü belə bir relyef forması yoxdur da, qeyri-adi. İndi bir dənə sizə atıram, müəllimə qrupa atacağam, oradan baxın. Ən salamatı Şimali Amerikanın daxili suları. Ümumiyyətlə qızlar, Şimali Amerikanın daxili suyu deyəndə ilk aklımıza gələn bilirsiniz nə olmalıdır?
Əlbəttə ki, Mississippi çayı. Yerli Hindu dilində Mississippi çayını çayların atası adlandırırlar. Missouri, Arkansas kimi sağ qolları, Ohio kimi isə sol qolu var. Və Mississippi çayı dediyim kimi, yəni böyük bir əhəmiyyəti var. Apalaş dağlarından, Kordilyer dağlarından qollar qəbul edir. Dərsi də rekord edirəm. Bir daha rekordda mütləq şəkildə baxın. Növbəti qızlar Rio Negro çayıdır. Gördüyünüz kimi Mississippi Meksika körfəzinə tökülür. Növbəti Rio Negrodur. Rio Negro yadınızda saxlayın ki, qızlar, bu sərhəd çaydır. ABŞ-la Meksikanın sərhəddində yerləşir və bu da demək nəyə tökülür? Meksika körfəzinə tökülür. Rio Negro çayı. Növbəti Şimal Buzlu Okean hövzəsinə aid olan bir Yukon çayıdır. Bu Bering dənizinə tökülür. Bir də Mackenzie'dir. Bu da Beaufort dənizinə tökülür. Bununla yanaşı diqqətlə baxın qızlar. Bu kanyon yaradan Kolumbiya, Colorado çayları var. Bunların üzərində kaskad seslər var. Xüsusilə qeyd eləyirəm ki, Kolumbiya çayının üzərində Grand Coulee sesi var. Təzədən deyirəm, Kolumbiya çayının üzərində Grand Coulee su elektrik stansiyası var. Kolumbiya birbaşa okeana, Colorado isə Kaliforniya körfəzinə tökülür. Bundan sonra bir də belə bir cümlə var ki, Yukon çayının necə deyərlər, quruluşu Sibirin çaylarını bizə xatırladır. İndi qızlar, müəllimə keçirəm göllərinə. Ümumiyyətlə gölləri də çoxdur. Baxın, Böyük Kölə gölü gördüyünüz kimi Mackenzie başlayır. Digər adı da Böyük Qul gölüdür. Sonra burada bir Winnipeg gölü var. İndi müəllimə gedirəm bu hissəyə. Burada böyük göllər var qızlar. Yuxarı, Michigan, Huron, Erie, bir də ki Ontario. Məşhur o Niagara şəlaləsi var. Bax o Erie ilə, baxın burada Erie ilə Ontarionun arasında yerləşir. Bu göllərin də çox böyük bir elə bil ki, hidroloji əhəmiyyəti var. Növbəti qızlar, gəlirəm müəllimə, Afrikanın çayları. Baxmayaraq ki, dünyanın ən quraq materikidir, amma Afrikanın daxili suları kifayət qədərdir. Müxtəlif okean hövzələrinə aiddir, bir hissəsi də daxili hövzəyə aiddir. Baxın qızlar, əsas məsələmiz nə olacaq? Əlbəttə ki, Nil. Bunun Ağ Nil, bir də ki Mavi Nil qolu var. Bu əsas çay, baxın bu əsas çay Viktoriya gölündən başlayır. Mavi Nil isə Efiopiya yalasından başlayır. Bu Aralıq dənizinə tökülür və burada delta yaradır. Həmçinin bu Nil çayının üzərində də Asuan su anbarı tikilir. Bununla tikilməsinin müsbət, bir də ki mənfi təsirləri var. Bunu bir daha baxarsınız. İndi əsas məsələyə keçirəm müəlliməm. Kongo çayı. Gördüyünüz kimi qızlar, bax Kongonun sağ qolu Ubangi, sol qolu isə Kasaidir. Və bu ekvatorial yağışlarla qidalanır və ifrat dərəcədə rütubətlənməyə malikdir. Həmçinin Kongodan sonra burada baxın, Senegal çayı var, Niger, Volta çayı var, Zambezi çayı var, bu Mozambik boğazına tökülür. Limpopo çayı var, bu Hind okeanına tökülür və Limpopo çayı cənub tropikini 2 dəfə kəsir. Həmçinin birbaşa bu tərəfə Atlantik okeana tökülən Oranj çayı var. Bununla yanaşı dərin göllər, Tanganyika, Nyasa gölləri var. Həmçinin baxın burada Çad gölü var. Baxmayaraq ki, bu Çad gölü nədə yerləşir? Səhranın ortasında, amma şor suludur. Düşünürlər ki, onun altında bir göl var. Həmin gölün dərinliyi də 7 metrə bərabərdir. Şirin sulu göl var. İndi qızlar, növbəti hissəyə keçirəm. Son olaraq Avstraliyadan danışacağam. Gördüyünüz kimi Avstraliyada bir dənə çay şəbəkəsi var. Bu da Murray-Darling sistemidir və elə bil ki, Murray-Darlingdən daha bol suludur, amma əsas çay isə Darlingdir. Çox maraqlıdır. O da tökülür. Baxın qızlar, Böyük Avstraliya körfəzinə Murray-Darling, Böyük Avstraliya körfəzinə tökülür. Bununla yanaşı burada göllər var. Baxın, burada Eyre gölü var. Eyre gölü bilirsiniz də
Avstraliyanın ən dərin nöqtəsidir. Bundan sonra Air North, Air Source, yəni şimali Air, cənubi Air kimi hissələri var. Sonra baxın bura Midland adasında Çəhrayı Hiller gölü var. Gölün suyu mikroorqanizmlərin təsiri ilə əlaqədar olaraq çəhrayı rəngdədir. Sonra burada Gardner gölü var, Torres gölü var. Həmçinin Argyle gölü var. Qızlar, digərləri şor suludur, danışa bilmədim. Amma Argyle gölü isə süni yaradılan şirin sulu göldür. Süni yaradılan şirin sulu göldür. İndi keçirəm cəld testə. Baxaq testdə nə etmişik. Nəyi vermişdim və səhifəsi. Nəyi vermişdim? Qızlar, deyin müəlliməyə. Qızlar. Yani dünya okeanları ve onun hisselerini vermiştir. Aha. Dünya okeanları. Bəli. Bu hansı çay hardan axır? Onları mən necə rəngləri harda var? Rekorda baxaraq. Bir də ki, xəritələri atmışam. Başqa yolu yox. Yəni belə konkret yoxdur, amma testə düşür. Yazmamla. Neçədən başlayırdı Ayan bu dünya okeanları? 50'den 100'e kimi vermiştir. Aha, 50'den 100'e kadar vermiştim. 50 tane ne güzel etmişəm. Buyurunuz, buyurunuz, buyurunuz. Ben 55 var bende. 55. Demek. Aha. Müəllimə, bax burada elə adalar arası dənizi görürəm. Müəllimə, Yava, bir də ki Sulavesidir. Buradan qırmızını çıxıram, buradan Ərəbistanı çıxıram. Buradan Baltiki çıxıram, buradan da Şkotu da, Azovu da hamısını çıxıram. Cavab qalır. Sulu, Sulavesi, Yava, Banda, bunlar hamısı adalar arası dənizlərdir. Növbəti. 57. 57. Firuzə, deyir Aralıq dənizi daxilində yerləşən dənizlər. Əlbəttə ki, Adriatik, Tiren, Liguriyadır. Bax, bunlar hamısı müstəqil dənizlərdir. Burada Baltikdən Tasmanı çıxaq. Buradan hamısını çıxaq. Buradan da Mərmərəni, bir də ki, qırmızı çıxaq. Adriatik, Tiren, Liguriya Aralıq dənizinin içində yerləşirlər. Xırda-xırda dənizlərdir. Növbəti. 61. 61. Müəlliməyə bax. Deyir ki, Mərcan adalarının yarana bildiyi müvafiq dəniz və körfəzlər. Əlbəttə ki, Mərcan adaları harda yaranar? İsti yerlərdə. Bax, burada uzunu çıxıram. Qara dəniz mülayimlikdir, burada yaranmaz. Alyaskanı çıxıram, şimaldır. Oxotu, Batniki çıxıram ki, onlar da şimaldır. Cavab olur A. Qırmızı dəniz, Benqal körfəzi. Burada Mərcan adası yarana bilər. Çünki su istidir. Yəni Mərcan adasının yaranması üçün bizim kriteriyanımız suyun temperaturunun 20 dərəcədən yüksək olmasıdır əzizlərim. Buyurunuz. 73. 73'e kadar var mı kızlar? Bir. Daha geniş şef düzənlikləri yadınızda saxlayın qızlar. Şimal Buzlu Okean hövzəsinə malik olan dənizlərdə daha geniş şef zonası yayılıb. Burada da müəllimə Şimal Buzlu Okean hövzəsinə aid olan dənizləri yer bəndində görürəm. Yenə deyirəm, özünüzə qeyd yazın. Şimal Buzlu Okean hövzəsinə Şimal Buzlu Okeanın hövzəsinə aid olan dənizlərdə şelf daha geniş sahə tutur. Şimal Buzlu Okean hövzəsinə
Bəli. Malik dənizlərdə. Bəli. Şelf böyük sahə tutur. Aha, növbəti. E, 79. Nə deyir burada? İraq olsun. Materikləri ayıran boğazlar. Bosfor ayırmır. Avropadan Asiya qitəsini ayırır. Mozambik Madaqaskarı Afrikadan ayırır. Mozambiklər çıxıram. Dardaneldə çıxıram. Avropa Asiya qitəsini ayırır. Burada olur Drake, Bering, Cəbəl Tariq. Drake Antarktida ilə Cənubi Amerikanı ayırır. Bering Şimali Amerikadan Avrasiyanı, Cənubi Cəbəlü Tariq də Avrasiya ilə Afrikanı ayırır. Növbəti qızlar. 86. Buyur. Demək, bir sakit okyan sularıyla yulan yarımadalar. Elə bil ki A'dır, amma dayan. Məncə A'dır. B'dən nəyi çıxaq Firuzə? Birdən Somali tutmuşam mən. Ay sağ ol. C'dən C'dən Floridan çıxarıq. Florida düz deyirsən, Atlantikdədir. D'dən Mən əslində aynen deyənlər arasında qalmışdım. Buradan D'dən bilirsən Labrador, İraq olsun Firuzə. Labrador hardaydı? Şimali Amerikanın şimal-şərqində. O həm şimal buzlu, həm də şimal buzunun suyuyla yuyulur da sahilləri. Ondan Mən də bildim materikin içindədir. İraq olsun, İraq olsun. Yəni ora sakitin çatma ehtimalı %0'dır. Tamam. Növbəti. 88. Atlantik və Sakit Okean gözümüzün önünə gətiririk. Bir ki, Şimal Buzlu Okeanla su mübadiləsi var. Atlantikin də var, Sakitin də var. Mən bu fikirlə razıyam. Növbəti deyir ki, Afrika və Avstraliyanın sahillərini yuyur. Hayır. Ən geniş hissəsi ekvatorialdadır. Hayır. Sakitdə, hə? Atlantikdə yox. Cənubundan qərb tərəflər cəryanı keçir. Bəli. Qədim okean olmaqla sahəsi kiçilir. Sakit qədimdir də, Atlantik deyil. Arktik və Antarktik, bəli. 1, 4, 6. Esas sahilləri yuyur. Hacan? Atlantik, elə bil ki, Şimali Amerika, Cənubi Amerika, Antarktida, Afrika, Avrasiya. Sakit də yenə Şimali Amerika, Cənubi Amerika, Avrasiya, Avstraliya və Antarktida sahillərini yuyur. Növbəti qızlar. Məndə 91. 91-dən əvvəl varmı? Xeyr. Deyil mənim. Aha, 91. İraq olsun. Sakit okeana aid olan dənizlər. Buradan Karanı çıxıram, çünki Şimal Buzlu okeandır. Norveç, Barents əlbəttə ki, bunlar deyil. Şimal dənizinin Sakit okeanda nə işi var? Oxud sarı, Çukot deyil. Sarı Bering, bir də ki, Yapon. D bəndi. Növbəti. 92.
Sakit Hind-Atlantik. Avrasiya materikinin sahillərini yuyurlar. Sakit Hind-Atlantik düzdür. Cənubundan qərb küləkləri cərəyanı keçir. Məncə bu da düzdür. 1-2. Şimal Buzlu Okeanı dar boğaz vasitəsilə birləşirlər. Yox, Hind birləşmir. Sakitdən Atlantik birləşir. Orta Okean dağ silsilələri onun mərkəzində yox, sahilində yerləşir. Həm şimal və həm cənub yarımkürəsində yerləşirlər. Bəli, hər üçü həm şimal, həm də cənub yarımkürəsində yerləşirlər. C bəndi. Başa düşdüm. Buyurunuz. Növbəti. Bitdi məndə. Ayam, elə bir sən nəsə bir rəqəm demişdin, amma mən tam Yox, müəllimə, məndə də bitdi. Aha, tamam. O zaman kızlar. Evdə işləyirsiniz 100-dən 150-yə qədər. Yaxşı. Dünya okeanı və onun hissələri, evə 4 materikin daxili suları, bir də Dünya okeanı və onun hissələri 100-dən 150-yə qədər verdim. Yaxşı? Hayır, müəllim. Xəritəyə baxıb işləyirsiniz qızlar. Xəritəyə baxırsınız. Yaxşı? Xəritədən ayrılmayın. Oldu mənim. Sağ olun qızlar. Özünüzə yaxşı baxın. Sağ olun.